BMW F30 bax fara bu vəziyyətdədir. Blokları qalıb, bir də probotkaları qalıb. Qalan hər bir şey yararsızdır, sıfırdan yığılacaq. İndi deyəsiniz ki, müştəri təzə far alsın bundansa. Bir ədədi 1000 manatdır bunların. Digər tərəfi isə buradan şüşəsi qırılıb, aşağı hissədən də. Şüşəsi də dəyişiləcək, içərisinin angellərdə sarıda o da dəyişiləcək. Yəni hər iki fara sıfırdan yığılacaq, olacaq təptəzə və zəmanətlə. Bax bu faradan bizə lazım olan bir dənə bu probotkasıdır. Qalan hər bir şey yeni yığılacaq. Korpusudur, şüşəsidir, qalın buzlarıdır, angelləridir. Ondan sonra BMW LED yazılı abadoklarıdır. Hər bir şey bax sıfırdan yığılacaq. Olacaq təptəzə fara. Hal-hazırda yığılır yeni korpusu. Öz orijinal dalni bilicnisi ilə bax öz probotkası ilə yığılır. Tam yığıldı fara bax sıfırdan. Bağlan yerinə. Digər faramız da şüşəsindən açıldı, kanalları qaydasındadır, germetikaları təmizləndi. Əlavə olaraq angel buzları hər biri yenisi ilə əvəz olundu və nazik angellərdə. Olacaq digər fara kimi təptəzə. Faralar təmir olundu, bu faranın şüşəsi dəyişildi, qalın buz angel hissələri bildiyin zavoddur. Digər faradan qalan bir dənə dalni bilicin, bir də probotkalarıdır. Hər bir şey sıfırdan yığıldı, korpus, şüşə, BMW LED yazısına qədər. Faralar təptəzə oldu. Bir təmirdə olunduğu da bilinmir.